Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub. Hadisə Balabağman qəsəbəsində qeydə alınıb. İttiham aktına görə 2003-cü il təvəllüdlü İsrafil Nadirov atasının dayısı oğlunun 2010-cu il təvəllüdlü qızı Gülsümdən xoşu gəlib. O 2025-ci ilin qış aylarında Instagramda qıza yazaraq sevgisinə etiraf edib. Bundan sonra aralarında sevgi münasibətləri yaranıb. Bir gün gecə saatlarında Gülsümün dəvəti ilə İsrafil onların evinə gedib. Burada ilk dəfə cinsi əlaqədə olublar. Sonradan təbii və qeyri-təbii olmaqla cütlüyün cinsi münasibəti bir neçə dəfə davam edib. İsrafilin yetkinlik yaşına çatmayan qohumu ilə cinsi münasibəti qızın valideynlərinin yataq otağında və yardımcı tikilidə baş verib. Belə ki, bundan əlavə həmin günlərin birində İsrafil yataq otağında Gülsümlə cinsi əlaqədən sonra döşəyin altındakı qızıl mücrü qabını götürüb. Qabın içində isə təxminən 22 min manatlıq qızıl olub. İsrafil həmin qızıllardan 200 yüzüyü satıb, qalanını isə yol kənarında ağaclıq əraziyə atıb. Oğurluq hadisəsi təhlükəsizlik kameralarının görüntüləri vasitəsilə aşkarlanıb və İsrafil polis əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu və zərər çəkən tərəflə barışdığını bildirib. Zərər çəkənlər isə ona qarşı şikayət və tələblərinin olmadığını qeyd ediblər. Məhkəmənin qərarı ilə İsrafil 10 ay müddətinə azadlıqdan məhrum edilir.